Qarabağ Universitetində tibb proqramı üzrə kurikulumun inkişafına həsr olunan tədbir keçilib. Universitetin tibb və sağlamlıq elmləri fakültəsi tərəfindən təşkil olunan mərasimin məqsədi tibb proqramı üzrə kurikulumun təkmilləşdirilməsi, xüsusilə 2 və 3-cü tədris illəri üçün məzmunu daha sistemli strukturlaşdırmaqdır. Tədbirdə yerli və beynəlxalq akademiklər, eləcə də müvafiq sahələr üzrə ekspertlər iştirak edib. İştirakçılar fakültənin təhsil modeli, kurikulum strukturu, qiymətləndirmə sistemi, keyfiyyət təminatı mexanizmləri və müasir tədris yanaşmaları ilə bağlı müzakirələr aparıblar. Eyni zamanda klinik düşünmə bacarıqlarının tibb təhsilinin inteqrasiyası, kompetensiyalara əsaslanan öyrənmə nəticələrinin müəyyənləşdirilməsi, həmçinin innovativ tədris və qiymətləndirmə metodlarının tətbiqi istiqamətində fikir mübadiləsi edilib. Buradaki workshop'un bir parçası olarak ilk defa Türkiye'de uyguladığımız, İzmir Ekonomi Üniversitesi'nde uyguladığımız klinik akıl yürütme yapısını sizlere paylaşmak istiyorum. Bugün Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində xüsusilə tibb proqramının 2-ci ili üzrə bir workshop, bir çalışma toplantısı keçirilir. Bu 3 günlük bir toplantıdır və bu toplantıda xaricdən gələn ekspertlərlə yanaşı eyni zamanda ölkəmizdə bu sahədə fəaliyyət göstərən tibb təhsili ekspertlər iştirak edirlər. Eyni zamanda fakültəmizin müəllimləri ilə bir yerdə geniş bir dərs proqramlarının müzakirəsi, onların təyini və ümumiyyətlə tələbələrə ən ideal proqramı çıxartmağa çalışılır. Tədbir interaktiv sessiyalar və qrup işləri formatında təşkil olunub. İştirakçılar tərəfindən blok səviyyəsində kurikulumun konseptual çərçivəsinin hazırlanması, əsas mövzuların və təlim nəticələrinin müəyyənləşdirilməsi istiqamətində praktiki işlər aparılıb. Yekun təkliflər ümumiləşdirərək fakültənin kurikulum komitəsinə təqdim edilib.